Salam hər kəsə. Mövzumuz Türk dünyasıdır. 7-ci sinif dərsliyinə baxırıq. Ümumiyyətlə Türk dünyası elə 7, 9 və 11-ci sinif dərsliyində geniş şəkildə verilib. Deməli bu Avrasiyadır və Mərkəzi Asiya regionunu əsas göstərir. Niyə? Çünki Türk xalqları, Türk sivilizasiyası, yəni türklərin qədim yaşayış məskəni olub elə Mərkəzi Asiya. Bu Tian Şan Altay Sayan dağlarıdır, daha sonra Tron ovalığıdır. Bu ərazilər olub və burdan bizim eramızın 2-ci əsrində köç etməyə başlayıblar, və bu köç 300 ildən, belə deyək, çox davam eləyib. Deməli, baxın, deməli əvvəl türk xalqları əlverişli coğrafi mövqeyə malik olan Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası, Altay Sayan dağlarının şimal-qərbi, Talas vadisi, Ordos vilayəti, Orxon Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşıblar, və onların, türklərin yer dəyişməsi tarixi mənbələrdə xalqların böyük köçü adlanır və bu nəhəng miqrasiya eramızın 2-ci əsrindən başlayıb 300 ildən çox davam eləmişdi və 5-6-cı əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq indiki şərq-qərb Slavyan pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışlar. Və deməli Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi xüsusiyyətlərini birləşdirmişdi. Bu proses müasir türk xalqlarının zahiri görünüşündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır. Zahiri əlamətlərinə baxaq. Zahiri, yəni xarici əlamətlərinə görə müasir türk xalqları bir-birindən necə fərqlənir? Uyğurlar, Yakutlar, Qırğızlar və sair Monqoloid deməli irqin əlamətlərinə malikdirlər. Daha sonra Qaqavuzlar, Karaimlər isə Avropoid irqin əlamətlərinə malikdirlər. Türkiyədə yaşayan türklərdir. Azərbaycanlılar, türkmanlar, tatarlar isə zahiri görünüşünə görə hər iki irqin əlamətlərini daşıyırlar. Bu türkmənlərlə türkmanlar fərqlidir. Türkmanlar İraqın şimalında Mosul ərazisində yaşayan insanlar türkmanlardır. Bunlar isə hər iki irqin əlamətlərini daşıyırlar. Yəni həm Monqoloid, həm də Avropoida oxşayırlar. Daha sonra deməli onların eyni ərazidə məskunlaşmış türk və digər xalqların dil, adət-ənənələri, şifahi xalq ədəbiyyatı, yazı mədəniyyəti də bir-birinə təsir eləyib. Belə ki, rus dilində yüzlərlə türk sözü, eləcə də türk dilində ərəb, fars, latın mənşəli sözlər indiyə qədər istifadə olunur. Bunu yəqin ki, Azərbaycan dilindən də keçmisiniz. Qədim deməli yazı abidələri tapılıb, Orxon Yenisey yazıları. Bu türk sivilizasiyasının ən qədim abidələrindən biridir. 7-ci əsrdə yaşamış sərkərdə Kültigidinin abidəsidir bu Orxançay hövzəsində. Bu da nə idi? Yenisey çayının yuxarı axarı Monqolistanda isə Orxonçay sahilindədir və milli vəsiyyətnamə hesab olunur bu türk ədəbiyyatında. Sonra kurqanlar da türklərə aid. Məsələn, Altaydan Qafqaza qədər uzanan böyük çölün hər yerində kurqan. Kurqan qəbirdə onu çox üstün hündür eləyirdilər. Onun içərisinə bürünc, qızıl, gümüş bəzək əşyaları falan qoyulurdu. Daha sonra əsas məsələ. Bu xalqların dini nədir? Türk xalqlarının ümumiyyətlə dini inanclarında, yəni qədim türk xalqlarının əsas inancları Tengri olub. Gök Tengri deyirdilər ona. Gök Tengri, yəni əbədi səma ruhu idi. Yəni tək tanrıya inanırdılar, belə deyək. Tanrıya inanırdılar. Ümumiyyətlə İslam dininə inananlara aiddir. Türklər, Azərbaycanlılar, tatarlar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər. Bunların dini İslam dinidir. Daha sonra Tıvalılar buddizmdir. İndi xəritədə bunların yerlərini göstərəcəm. Elə onu göstərək, sonra davam edək. Deməli bu 11-ci sinif. Aha, öbürsündədir. Deməli, 11-ci sinif dərsliyində verilib xəritə. Baxın, əvvəlcə bu türk dövlət və qurumlarının yerlərinə baxaq. Türk dövlətləri Türkiyə, yəni müstəqil dövlətlər. Türkiyə, paytaxtı Ankara, Qazaxıstan, paytaxtı Astana. Əvvəl Nur Sultan idi, dəyişdi, oldu Astana. Deməli, belə deyək, mərkəzdən kənarda qalmış əraziləri də, yerləri də inşa etdirmək üçün paytaxtı dəyişmişdi. Braziliya da belə eləmişdi. O da Rio de Janeirodan Braziliyaya keçirmişdi paytaxtı, köçürmüşdü. Daha sonra deməli burada 3 Özbəkistandır paytaxtı Daşkənddir, 4 Türkmenistandır paytaxtı Aşqabaddır, 5 də Azərbaycandır paytaxtı Bakı. Deməli bunlar
5 dənə müstəqil türk dövlətidir. Hə, doğrudan 6 da Qırğızıstandır, paytaxtı Bişkekdir. Bunlar deməli müstəqil türk dövlətləridir. Bir də var ki, türk dövlət qurumları. Bunlar nələrdir? Məsələn, Rusiyanın ərazisində yerləşən Başqırdistan, Tataristan, Çuvaşiya. Daha sonra deməli, bu, Gürcüstandan bir qədər şimalda, Kabarddə-Balkar, Qaraçay, Çərkəzlər. Daha sonra, deməli, Altay dağlarında elə Altay, daha sonra Monqolistanla sərhəddə Tıva, daha sonra yalnız Rusiyanın ərazisində olan Xakasiya, həmçinin Saxa-Yakutiya, daha sonra, yəni Saxa Respublikası, 17 isə burda Sintizian Uyğurdur. Daha sonra həmçinin 16 burda Özbəkistan ərazisində Qaraqalpaqistan deyilir, muxtar vilayətdir. Bu yerləşir. Bir də Moldovada qaqavuzlar yaşayır. İndi bunların dinlərinə baxaq. Dedik türklər, azərbaycanlılar, tatar, özbək, qazax, qırğız, türkmənlər İslam dininə inanırlar. Tıvalılar dedim Monqolistanla sərhəddədir. Bu da ola bilsin ki, təsir eləyib və buddizm dini yayılıb. Altay xakaslar isə, yəni Tıvanın qonşuları belə deyək, bu isə şaman dininə belə deyək, etiqad edənlərdir, inananlardır. Qaqavuzlar Moldovada yaşayır. Təbii ki, xristian olarlar. Çuvaşlar da Rusiya ərazisində bunlar da xristianlardır. Daha sonra Karaimlər və Qırımçaqlar isə İudaizm dininə inananlardır. Daha sonra deməli, türk xalqları Avrasiyada təqribən 12 milyon kvadrat kilometr ərazidə yayılıb. Türk xalqlarının 6 müstəqil dövləti mövcuddur. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan. Bəzi türk xalqları isə müəyyən özünü idarə etmə hüquq səlahiyyətləri olan dövlət qurumlarına malikdir. Məsələn, Rusiyada, Sibirdə Altay, Tıva, Xakasiya və yaxud bunlar dedik. Deməli, Sibirdə Altay, Tıva, Xakasiya, həmçinin Saxa-Yakutiya. Daha sonra Ural, Volqa boyunda dedik Başqırdistan, Tataristan, Çuvaşiya yerləşir. Daha sonra Şimali Qafqaz regionunda dedik Kabarddə-Balkar, Qaraçay, Çərkəzlərdir. Sonra Çin Xalq Respublikasında isə Sintizian Uyğur Muxtar Vilayəti, Moldova Respublikasında Qaqavuziya Muxtar Bölgəsi türk dövlət qurumlarıdır. Həmçinin bəzi türk xalqları isə yaşadığı ərazilərdə yerli xalqlar hesab olunur artıq. Onlar dövlət qurumuna malik deyil, amma türk xalqlardır. Yəni türklərdir. Rusiyada, İranda, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukrayna, Bulqaristan, Macarıstan, Yunanıstan, Latviya və digər ölkələr ərazisində yaşayırlar. Daha sonra baxın bu ölkələrin yerlərini deyirdik. 4 nə idi? Aha, Saxa-Yakutiya, sonra bura Altay, Tıva, Xakasiya, daha sonra Başqırdistan, Tataristan, Çuvaşiya, daha sonra Kabarddə-Balkar, Qaraçay, Çərkəz, deməli dövlət qurumları idi. İndi keçək 11-ci sinifə. Deməli, bunu dedik, dövlət qurumları. İndi baxaq bunların paytaxtlarına. Deməli, müstəqil dövlətləri dedik. Türkiyə, Ankara, Qazaxıstan, Astana, Özbəkistan, Daşkənd, Türkmənistan, Aşqabad, Azərbaycan, Bakı, Qırğızıstan isə Bişkekdir. İndi baxaq Başqırdistana. Başqırdistanın deməli paytaxtı Ufadır. Deməli, Tataristan Kazandır. Tataristan həm də Kama Kamaz daha doğrusu böyük yük daşıyan Kamazlar var, Kama. Həmin o Kamazlar burada düzəldilir. Sonra Başqırd Tatar Çuvaşiya deyəndə ağlımıza gəlməlidir. Volqa çayı, Kama çayı deməli həmin ərazilərdən keçir. Daha sonra Çuvaşiyanın paytaxtı Çeboksaridir, Çı belə yada saxlamaq olar. Daha sonra Saxanın paytaxtı Yakutskdur, Kabarddə-Balkariya. Kabarddə-Balkar nalçikdir. Bunu da nə tərədə saxlaya bilərsiniz? Nalça bilirsiniz yəqin ki, nədir? Nalçanı qabartmaq lazımdır, belə deyək. Belə desə, və yaxud da balışı qabartmaq lazımdır. Nalçik, Kabarddə-Balkar paytaxtı Nalçikdir. Daha sonra Qaraçay Çərkəzin paytaxtı isə Çerkezkdir. Xakasiyanın paytaxtı Abakandır. Tıva Qızıldır. Altay isə Qorno-Altaysk, yəni Dağlıq Altaydır paytaxtı. Daha sonra Qaraqalpaqistan bu Özbəkistan ərazisində olan Nukusdu paytaxtı. Sintisyan Uyğur Çin ərazisində olan paytaxtı Urumçidir. Qaqavuziya Muxtar regional torpağı var. Bu harda idi? Moldovada. Daha sonra indi isə baxaq deməli. Aha. Deməli dedik ki, burada bir xəritə verilib. Həmin xəritə ilə baxaq.
ki, hansı coğrafi obyekt harda yerləşir? Deməli, Sayan dağları hardadır? Sayan Tuvadadır. Bir dəqiqə. Va bir dənə ümumi burdan baxaq, sonra orada baxarıq. Türkiyə ərazisində nə var? Şimalında Pont dağları, cənubunda Tavr dağları, mərkəzin hissədə Anadolu yaylası, həmçinin böyük sönmüş vulkan var idi burada, Ağrı dağ. Sonra Azərbaycanda Qafqaz dağları, Kür Araz ovalığı, sonra Xəzər dənizi sahilindədir həm də. Sonra Kabarddə-Balkar, Qaraçay, Çərkəz, bunlar isə Qafqaz dağlarıdır. Daha sonra, deməli, Başqırdistan, Tataristan və Çuvaşiya, bunlar Şərqi Avropa düzənliyində yerləşir. Sonra Ural dağlarının bir hissəsi də bura Başqırdistana düşür. Sonra Volqa, Kama çayları buradan keçir. Daha sonra Qazaxıstan ərazisində Turan ovalığı var. Bundan başqa Xəzəryan ovalıq düşür. Həmçinin Qazaxıstan xırda təpəliyi var. Daha sonra deməli Zaysan gölündən burada Irtış çayı başlayır. Balxaş gölünə İli çayı tökülür. Bunları demək olar. Sonra Sırdərya çayı burdan tökülür Aral dənizinə. Sonra deməli Özbəkistan demək olar ki, bu da Aral dənizi sahilindədir, amma Xəzərə çıxışı yoxdur Özbəkistanın. Daha sonra demək olar ki, burada Qızılqum səhrası yerləşir. Qaraqum səhrası amma Türkmənistandadır. Turan ovalığı deməli aha, Turan ovalığı burada Türkmənistan, Özbəkistan və Qazaxıstan ərazilərinə düşür. Sonra Türkmənistanda Kopet dağı var idi İranla sərhəddə. Bunu qeyd etmək olar. Qırğızıstan ərazisində deməli Tian-Şan dağları, Issık-Kul gölü yerləşirdi. Daha sonra bu Sintizyan Uyğurda Təşləməkan səhrası, Tibet Dağlıq yaylasında da onsuz da, yəni daha doğrusu Kunlun bir hissəsi bura düşür. Təşləməkan səhrası burada yerləşir. Ondan sonra Altayda elə Altay dağları yerləşir. Sonra Sayan dağları Tuvada yerləşir əsas. Daha sonra buradan deyə bilərik Orta Sibir yaylası, Şərqi Sibir, sonra Verxoyanski-Çerski dağları Saxa-Yakutiyaya düşür. Daha sonra Lena çayı, hətta burada Yakutskdan keçir, Saxanın paytaxtı olan Yakut şəhərindən keçir. Həm də Saxa-Yakutiya haqqında demək olar ki, burada şimal yarımkürəsinin ən soyuq yeri olan Oymyakon yerləşir. Sonra həmçinin Verxoyansk -71 dərəcə Selsi, o da burada yerləşir. Ümumi belə demək olar. İndi görək dərslikdə necə verilib. Sayan dağları Tıvada, Kopet dağ Türkmənistan-İran sərhədində, Verxoyanski Saxada, Altay Ali Altayda, Qafqaz Azərbaycan Kabarddə-Balkar Qaraçay Çərkəzdə, Tian-Şan dağları Qırğızstanda, Tavr dağları, Pont dağları Türkiyədə, Qazaxıstan xırda təpəliyi dedik Qazaxıstanda, doğrudan üst yurt platosu. Plato yaylanın daha hamar versiyası idi Qazaxıstanda, Kür Araz Azərbaycan, Anadolu Türkiyədə, Turan ovalığı Türkmənistan, Qazaxıstan, Özbəkistanda, Xəzəryan ovalığı Qazaxıstanda, Ural dağları Başqırdistanda, Şərqi Avropa düzənliyi Tatar Başqırd Çuvaşda, Şərqi Sibir yaylası Saxada. Bunların hamısını onsuz da bayaq demişdim elə. İndi baxaq iqliminə. Hansı iqlim qurşaqlarında yerləşir? Deməli, subtropikdə yerləşir, tamamilə subtropikdə yerləşir Türkiyə. Azərbaycan, Türkmənistan, Özbəkistan isə həm subtropiki var, həm mülayimi var. İndi xəritədə də göstərəcəm. Mülayimdə yerləşir Qazaxıstan, Tataristan, Başqırd, Çuvaş, Kabarddə-Balkar, Qaraçay, Çərkəz, Altay, Tıva, Xakasiya və Saxa-Yakutiya yerləşir. Saxa-Yakutiya həm də subarktik və arktiki də var. İndi baxaq onların yerinə iqlim xəritəsində. Aha. Deməli, dedik Türkiyə yalnız subtropikdədir. Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Sintezyan Uyğur həm deməli mülayimdədirlər, həm də subtropikdədirlər. Qazaxıstan bütünlüklə, yəni tamamilə mülayimdədir. Sonra Kabarddə-Balkar, Qaraçay, Çərkəz, Başqırd, Tatar, Çuvaşiya, Altay, Tıva, Xakasiya, bunlar tamamilə mülayimdə yerləşirlər. Saxa Yakutiya həm mülayimi var, özü də bura kəskin kontinentaldır, həm subarktiki var, həm də arktik iqlim qurşağında yerləşir. İqlimin də dedik, coğrafi obyektlərdə dedik. İndi baxaq təbii zonalara. Hansı təbii zonalar var? Ümumi bir dənə buradan deyək ki, Türkiyə ərazisində təbii ki də Aralıq dənizi sahili olduğu üçün codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar var. Qəhvəyi torpaqlardır. Sonra Qazaxıstan ərazisində təbii ki çöl və meşə çöllər var. Altayda da bir qədər çöl təbii zonası var. Daha sonra səhra yarım səhralar əsas Qaraqum, Qızılqum səhraları olan Türkmənistan,
Özbəkistanda yerləşir. Həmçinin Teşlaməkan səhrası da var, deməli Sinteziyan Uyğurda da var. Qarışıq meşələr harda olar? Qarışıq meşə olar, deməli, Kabarda-Balkarda ola bilər, Başqırt, Tatar, Çuvaşiyada qarışıq meşələr olar. Daha sonra, deməli, tundra meşə, tundra, arktik səhralar, Saxada olar. Daha sonra tayqa da elə həmçinin burda olar. İndi baxaq. Deməli, dedik ki, coğrafiyalı həmişəyaşıl meşə və kolluqlar Türkiyədədir. Səhra yarımsəhralar doğrudan Azərbaycanın da yarımsəhradır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Sinteziyan Uyğur. Çöl meşə, çöllər, Qazaxıstan və Altay. Bunları da dedik. Qazaxıstan desən deməmişdik, bunu da deyək. Qarışıq meşələr, Başqırt, Tatar, Çuvaşda. Tayqa, təbii ki, Saxa və Tıva Xakasiyada da var doğrudan. Tıva Xakasiyada mülayimin və deyək kontinentalına, hətta Tıva Xakasiyanı kəsin kontinental da demək olar, düşür. Tundra meşə tundrada yerləşir, arktik səhralarda da yerləşir, Saxa. Daha sonra dillərinə baxaq. Ümumiyyətlə bu türk xalqları hamısı Altay, yəni Altay dil qrupuna aiddirlər və burada 4 qola bölünür bu deməli türk dil qrupu. Bura aiddir Oğuzlar. Oğuza kimlər aiddir? Oğuzlara aiddir Azərbaycan. Ümumiyyətlə danışanda kimlərin dilini başa düşə bilirik? Türkləri başa düşürük, düzdürmü? Türkiyə türkləri, Azərbaycan türkləri. Daha sonra Qaqavuzlar, Moldovada yaşayan Qaqavuzlardır. Sonra Türkmənistanda yaşayan türkmənlərdir. Axıska türkləri, Krım tatarları, türkmanlar, yəni İraqda, Mosulda yaşayanlar, İran Azərbaycanlıları və s. Bunlar hamısı Oğuza aiddir. Bir də deyək, Türkiyə türkləri, Azərbaycan türkləri, Qaqavuzlar, türkmənlər. Əsas budur. Ümumiyyətlə, türkmanlar, Krım tatarları, Axıska türkləri, İran Azərbaycanlıları bunlar hamısı Oğuza aiddirlər. Uyğura nələr aiddir? Deməli, Uyğura uyğun olanlar elə Uyğur özüdür, Uyğurlardır. Sonra Tıvallardır, Şorlardır. Daha sonra Özbəklərdir, Salarlardır. Ümumiyyətlə o müstəqil dövlətlərdən, türk dövlətlərindən bir dənə Özbəklər Uyğurlara aiddir. Sonra bu Altay Tıva Xakaslardan Tıvallar bura aiddir. Sonra Tulum tatarları, Baraba tatarları, Komasin Tobollar falan bu yox, amma əsas burada Özbəklər, Salarlar, Uyğurlar, Tıvallar, Şorlar daha çox düşür qəbula. Sonra Qıpçaqlara q ilə başlayanlardır. Qazaxlar, Qaraqalpaqlar, Qumıqlar, Qırğızlar, Altay və Noğaylar. Qıpçaqlara aiddir. Deməli, Qıpçaqa aid oldu. Qazaxlar, belə deyək də, Qara, Qum, qazları, belə deyək, qırılır. Altay və Noğaylar da bura aiddir. Deməli, qara və yaxud da qara qazlar da demək olar. Qumda qırılır. Qara qazlar qumda qırılır. Qazaxlar, Qaraqalpaqlar, Qumluqlar, Qırğızlar Qıpçağa aiddir deməli. Qığlardan ümumiyyətlə bir dənə Qaqavuzları biz Oğuza deyirik. Qalan hamısı onsuz da bura aiddir. Altaylar, Noğaylar bir də. Bolqarlar və bu qəbula o gün bir neçə il bundan öncə düşmüşdü. Bulqarlara aiddir Tatarlar, Başqırdlar, Qaraçaylar və Karayimlər. Deməli, Bulqarlara aiddir Başqırdlar, Qaraçaylar, Karayimlər, Tatarlar. Deməli, Qaraçay çərkəzlərdə dedik ki, Qaraçaylar aiddir deməli, Bulqara. Tatarlar da bura aiddir, Başqırdlar da bura aiddir. Bir qədər belə Avropa tərəf olanlar da elə bil ki, bu Rusiya və Avropa tərəfdə yerləşənlər Tatar, Başqırd, Qaraçay, Karayimlər, Bulqara aiddirlər. Sonra müstəqil dövlət qurumu olan müstəqil dövlətlərə baxaq. Türkiyə türkləri, Azərbaycanlılar, Özbək, Türkmən, Qazax, Qırğız bunlar müstəqil dövlətdirlər. Dövlət qurumuna malik olanlar deməli Altaylardır, Tıvallardır, Uyğurlar, daha sonra üzrlü sayın Qaraqalpaqlar, Başqırdlar, Qaraçaylar, Krım tatarları və elə tatarlar özləridir. Yerli xalq olanlar isə Ahıska türkləri, Türkman, yəni onların dövlətləri yoxdur, onlar sadəcə yerli xalqlardır. Məsələn, Karayimlər, Noğaylar, deməli, Noğaylar Qıpçaq dilinə aiddir bu arada. Tulum tatarları, Qumuqlar, Salarlar, Şorlar. Amma dövlət qurumu olan isə Altay Tıva Xakasiyadır məsələn. Sonra Qaraqalpaqlar, Tatarlar, Başqırdlar, Qaraçaylardır. Sonra
Aha, müstəqil türk dövlətləri içərisində əhalisi ən çox olan Türkiyədir. 80 milyondan çox əhalisi var. Daha sonra deməli Özbəkistandır, sonra Qazaxıstan, sonra Azərbaycan, Qırğızıstan və Türkmenistandır əhali sıralamasına görə. Ümumdaxili məhsulu ən çox olan ümumiyyətlə bu ölkələrdən Türkiyə bir qədər yeni sənayeləşmiş ölkədə, yəni təbii ki, orada ümumdaxili məhsul çoxdur. Orada urbanizasiya da ən çox Türkiyədədir. Deməli, Türkiyə 861 milyard ABŞ dollarıdır. Ümumdaxili məhsulu çoxdur, yəni. Qazaxıstan da deməli, ikinci yerdə Qazaxıstan gəlir, üçüncü yerdə Özbəkistandır, sonra Azərbaycan, Türkmənistan, ən sonda Qırğızıstan. Ümumiyyətlə Qırğızıstan dağın başı, bir qədər geridə qalmış yerdir, yəni. Sonra adam başa düşən məhsula görə isə yenə burada Türkiyə birinci yerdədir. Sonra yenə Qazaxıstandır, Özbəkistan, sonra deməli, daha doğrusu adam başına düşən miqdara görə Türkiyə, sonra Türkmənistan belə götürmək lazımdır. Sonra Qazaxıstan, əhali sayı daha azdır Türkmənistanda çünki ona görə. Sonra Qazaxıstan, daha sonra isə deməli Azərbaycan, Özbəkistan, ən sonda yenə Qırğızıstandır. Ümumiyyətlə ümumdaxili məhsulda, əhalidə, adam başına düşən miqdarda hamısında birinci yerdə görürük ki, Türkiyədir. Amma sahəsinə görə ən böyüyü Qazaxıstandır. Daha sonra nələr qaldı burada? Təbii zonaların dedik, dillərini dedik. Doğrudan Türk Dövlətləri Təşkilatı. Türk Dövlətləri Təşkilatına Türk Dünyası Birliyi. Deməli, 2009-cu ildə Astana sammitində Britaniya əməkdaşlığı, Ərəb Liqası və SAR modelində Türk Dünyası Birliyi yaradılıb. Birliyə daxil olan ölkələr Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini və ATƏT-in prinsiplərini qəbul edib. Bir daha üzrlü saat gecə 4-də işlədiyi üçün normaldır belə olmağı. Deməli, Türk Dünyası Birliyinin yaranması türk xalqları arasında siyasi, iqtisadi, təhlükəsizlik, beynəlxalq layihələr, sosial-mədəni əlaqələr və sair baxımından əhəmiyyətlidir və Türk Dünyası Birliyinə aiddir 5 ölkə. Bura hansıdır? Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan üzvdür. Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir burada. Daha sonra ümumiyyətlə türk xalqları tarixən müəyyən ərazi daxilində oturaq həyat tərzi keçirməyə deyil, daim hərəkətdə olmağa, yeni dövlətlər qurmağa, ərazisini genişləndirməyə meylli olublar. Bunu bir sıra siyasi, iqtisadi, sosial-ekoloji səbəblərlə əlaqələndirmək olar. Birinci, əhalinin təbii artımı yüksək idi. İkinci, əsas məşğuliyyəti heyvandarlıq olan türk tayfalarının heyvan sürülərini otarılmaq üçün yem ehtiyatları idi. Yəni köçəri heyvandarlıq idi, köç eləyirdilər ona görə. Sonra qanuni hakimiyyət oğullardan birinə keçirdi. Ona görə də digər oğul köçüb gedirdi başqa yerə. Sonra yaşadığı ərazilərdə iqlim dəyişkənliyi olurdu, xüsusilə quraqlıq olurdu deyə tez-tez yerlərini dəyişirdilər. Sonra başqa dövlətin əsarətinin təzyiqi altına düşəndə orada yaşamaq istəmirdilər, köçüb gedirdilər. Və yaxud da məcburi miqrasiya və sürgünlərə məruz qalanlar, Krım tatarları, Ahıska türkləri, azərbaycanlılar demək olar. Bu da belə. İndi əsas baxaq nəyə? Deməli, türk dövlətləri içərisində belə deyək, neft ehtiyatına görə fərqlənən ölkələr hansılardır? Təbii ki də Xəzər dənizindən neft çıxaran Qazaxıstan, xüsusilə bunun Tengiz deməli yatağı xüsusilə fərqlənir. Çünki Azərbaycandan da bu deməli Bakı-Tbilisi Ceyhanla Türkiyəyə gedib çıxır. Tengiz, Mangistau, Turqay əsas neft yataqlarıdır. Özbəkistanda Fərqanə, Surxandərya, Türkmənistanda, Azərbaycanda, Tataristanda, Başqırtıstanda neft var. Deməli, Tataristan, Başqırtıstan neftə götürə bilərsiniz. Təbii qaz. Əsas burada görürsüz, burada Türkmənistanın yataqlarının adını da verib təbii qazda. Çünki Türkmənistan qaz ehtiyatına görə dünyada seçilir. Çələkən, Marı, Buxara, Xivə kimi təbii qaz yataqları var. Özbəkistanda Qazlı, Mübarək, Urtabulaq, sonra Qazaxıstanda Uzeyn, Mangistau və Azərbaycanda isə Şahdəniz, Ümid, Abşeron təbii qaz yataqları var. Daş kömürə görə xüsusilə fərqlənir Qazaxıstan. Deməli, Qazaxıstanda Qaraqanda, Ekibastus, daha sonra Türkiyədə
Zonguldak, Eregli, Özbəkistanda Angren, Şarqun, sonra Tıvada var, Sintizyan Uyğurda və Saxada daş kömür ehtiyatları var. Sonra dəmir filizi Qazaxstanda deməli Kustanaydır. Bu məşhur yataqdır. Bunu yadda saxlayın. Qazaxstanda Kustanay deməli dəmir filizi yatağı. Azərbaycanda, Türkiyədə Saxatı və Altay Xakasiyada dəmir filizi var. Misə görə Qazaxıstan xüsusilə fərqlənir. Balxaş, Tsesqazqan yataqlar. Sonra Türkiyə, Özbəkistan, Qırğızıstan fərqlənir. Alüminium Qazaxıstan, Azərbaycan, Türkiyədə var. Xromit burada vacibdir. Xromitə görə dünyada Car, Türkiyə, Filippin, Albaniya, Qazaxıstan kimi ölkələr fərqlənir. Qızıl Özbəkistanda xüsusilə əsas Muruntal. Ümumiyyətlə Özbəkistan dünyada qızıla görə tanınır. Bir də urana görə əsas Özbəkistan adını çəkirik, tanınır. Sonra Qazaxıstan, Azərbaycan, Saxa Altaydır. Qalay Saxa Yakutiyada var, Almaz Saxa Yakutiyada var. Ümumiyyətlə görürsüz, Saxa Yakutiyada dəmir filizi, daş kömür, ondan sonra almaz, bir çox ehtiyatlar var. Və Qulğa bölgüsü Türkmənistan. Ümumiyyətlə Türkmənistanın deməli Qarabağ-Qol körfəzi Türkmənistana aiddir və ora Qulğa bölgüsü ilə çox zəngindir. Daxili sulara da baxaq. Deməli çaylar Şimal Buzlu Okeanına tökülən Lena, Yenisey. Lena dediyi ki, Yakutsk, Saxa Yakutiyanın paytaxtı Yakutskun sahilində yerləşir. Yenisey başlayır deməli Tıvadan, sonra Xakasiyadan keçir. Yenisey üzərində olan Sayan Şuşensk su anbarının bir hissəsi Xakasiyaya düşür, bir hissəsi Rusiyaya düşür. Xakasiya tamamilə Rusiya ərazisindədir, amma deməli Altay məsələn Qazaxıstanla qonşudur. Tıva Moğolistanla da qonşudur. Bunları demək olar. Sonra Hində tökülür Dəclə ilə Fərat. Sonra Atlantik okeana tökülən Qızıl ırmaq, Yaşıl ırmaq, Seyhan, Ceyhan, həmçinin Dəzlə, Fərat. Bunlar hamısı Türkiyə ərazisindən başlayan çaylardır. Daxili axar sövzəyə Volqa Rusiyadan tökülür. Xəzərə Ural, Emba Qazaxıstandan tökülür. Kür Azərbaycandan, Amudərya, Sırdərya Aral gölünə tökülürlər. Aral gölü də okean səviyyəsindən yuxarıdadır. Ona görə əgər desə Mənsəbi okean səviyyəsindən yuxarı olan sövzələrinə tökülən Amudərya, Sırdəryanı götürə bilərsəm də bunlar qar buzlaqla qidalanırlar deyə yayda buzlaqla qidalanırdı, yayda bol sulu olurdu. Sonra İli çayı üzərində deməli Toqtoqul, daha doğrusu bu Narın çayı üzərində Toqtoqul su anbarı var. Sonra İli çayı üzərində də daha sonra qeyd eləyəcəyik, su anbarı var. İli tökülür deməli Balxaş gölünə. Göllər dedik, Aral gölü Qazaxıstan, Özbəkistan arasındadır. Xəzər, Van, Tuz, Urmiya, Issıqqul, Lobnor, Lobnor Sintizyan Uyğurdadır. Balxaş, Zaysan Qazaxıstanda gölləri var. Issıqqul Qırğızıstandadır. Su anbarları Türkiyədə Fərat çayı üzərində Kebanla Atatürk su anbarı var. Qırğızıstanda Narın çayı üzərində Toqtoqul, Qazaxıstanda İli çayı üzərində daha doğrusu İli tökülür Balxaşa. İli çayı üzərində Kapçaqay, Irtışda deməli Buxtarma, Sırdaryada isə Çardara. Irtış demişdik Zaysandan başlayır deyə Zaysan gölü şirin suludur. Onun üzərində Buxtarma, Sırdərya üzərində Çardara, Çuvaşda isə Volqa çayı üzərində Samara, Çeboksari, Aşağı Kama. Deməli, Çuvaşiyanın əsas elektrik enerjisi elə Volqa çayı üzərində olan bu su elektrik stansiyalarındandır. Xakasiyada isə Yenisey üzərində olan dedim o Sayan Şuşenskin bir hissəsi düşür ora. Xakasiyaya düşür. Krasnoyarsk var. Saxada Vilyuy su elektrik stansiyası. Çirtik çayı üzərində isə Çarvaq var. Bu qədər.